Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Biləcəri qəsəbəsində 41 nömrəli marşruta yaxın aşağı hissəsi qaraj ilə olan həyət evimiz çıxıb satışa. Evin ümumi görünüşünə baxaq. Həyətinə baxaq buradan. Bura qarajıdır. Birinci mərtəbə istiqbollandı. Bura dəhlizidir. Sağda qonaq otağıdır. Birinci mərtəbədə yataq otağıdır. Bura sanitar qovşağıdır. Mətbəxidir. Evin yan tərəfində ev sahibinə məxsus 6 sot torpaq sahəsi var. Kim istəsə o torpaq sahəsindən alıb öz həyətinə qata bilər. Buradan baxaq həmən torpaq sahəsinə. Gördüyünüz bu hissədə 6 sot torpaq sahəsi var. Kim istəsə alıb həyətinə qata bilər. Ev sahibinə məxsusdur. Bura ikinci mərtəbənin dəhlizidir. Tam təmirli həyət evidir. Bura mətbəxidir. Bura uşaq üçün nəzərdə tutulmuş yataq otağıdır. İkinci yataq otağı. Pəncərələrin də qarşısı açıqdır. Bura sanitar qovşağıdır ikinci mərtəbənin. Üçüncü yataq otağı. Bura isə ikinci mərtəbədə qonaq otağıdır. Evin ilkin qiyməti təyin olunub 127.000 manat. Real alıcı olsa qiymətdə indirim olacaq. Maraqlanmaq istəyənlər videonun aşağı hissəsində qeyd olunan nömrələrlə əlaqə saxlasın. Əgər sizin də saç damlaşınız varsa, bizə müraciət edin. Qısa zamanda saçına kömək edək. Onu da nəzərinizə çatdırın. 41 nömrəli marşrut Azadlıq metrosuna işləyir. Kanalımıza abunə olmağı unutmayın. Sağ olun, bu qədər.